Qızlar, bu tuşu tərifləməyən qalmayıb artıq. Mən şərhləri oxuyuram, real istifadəçilərin, bloger olmayan xanımların rəylərini və ən çox bu tuşu tərifləyirlər. Bu, L'Oreal'dan teleskopik tuşdur, qızıl qabda. Gəlin bir yerdə bunu yoxlayaq. Məndə bu tuş var idi, amma çoxdan. Və mən dedim ki, əgər belə tərifləyirlərsə, məndə də olmalıdır. Baxın, fırçası belədir. Məncə bu tipli fırçalar daha çox uzunluq verir kipriklərə. Videonu arxa kamera ilə çəkirəm, bu aradakı daha aydın görünsün. Bu arada mənə abunə olsaz çox böyük dəstək olarsınız. Mən tez-tez kosmetika və gözəllik haqqında videolar paylaşıram. Baxın qızlar, bir qatdan belə effekt alındı. Bu gözümə baxın və o birisi gözümə baxın. İndi ikinci gözümə də çəkəcəm. Baxın qızlar, fırçanı yenidən batırmadım. Fırçada nə qalmışdısa onunla çəkdim və indi ikinci qatda çəkmək istəyirəm. Bu tuş kiprikləri uzadır və ayırır, amma həcm vermir. Yaxından çəkdim ki, effekti daha yaxşı görə biləsiniz. Və belə bir nəticə alındı qızlar.